Bu səs metrodan istifadə edən hər bir sərnişinə tanışdır. Qatar depoya gedir dedikdə vaqonların üst tutduğu son ünvan nəzərdə tutulur. Burada isə təmizlik böyük önəm kəsb edir. Qatarlar gün ərzində hər 12-20 saatdan bir texniki baxış üçün depoya gətirilir. Depoya gələn qatarlar əvvəlcə texniki baxışdan keçirilir, sonra isə təmizlənir. Texniki baxış zamanı vaqonların hər detalı yoxlanılır. İş cədvəlində 55 qatar daxil olur, qeyri-iş günləri isə 42 qatar. Yəni bu 42 qatar və ya 55 qatar gün ərzində həm texniki baxış keçirilir. Baxış keçiriləndən başqa hansıca qovşaqlarda yüngül aşınmalar varsa, yəni o aşınmaların aradan qaldırılması, bərkliyi, boşluğu, bütün detalların yoxlanılır. Tam hazırlıq veriləndən sonra qatar təzədən xəttə. Bu proses saat yarım 2 saat ərzində baş verir. Yəni 2 saatdan sonra qatar yenidən xəttə verilməlidir. Nöqsan uzun çəkirsə, yəni o nöqsanın üzərində çox işləmək lazım gəlsə 2 saat ərzində aradan qaldırılması mümkün olmadıqda ehtiyat qatarlarımız var. Həmin marşrutda digər ehtiyat qatar xəttə verilir. Nasazlıqlar maşinist tərəfindən müəyyən olunur. Əsasən isə problem qatarın idarə olunmasında və qapılarda olur. Növbəti mərhələdə vaqonların silinib təmizlənməsinə başlanılır. Bu proses gün ərzində bir neçə dəfə həyata keçirilir. Daha dəqiq desək, qatarlar hər dəfə depoya gələndə, ayda bir dəfə isə xüsusi məhlullarla qatarlar dezinfeksiya olunur. Stansiyalarda ayda 2 dəfə, qatar tərkiblərində isə ayda bir dəfə olmaqla profilaktik dezinfeksiya tədbirləri yerinə yetirilir. Əyləməyə gələn qatarlarda 3-4 saat yəni təmizlik üçün müddət nəzərdə tutulmuşdur. Dezinfeksiya edici məhlulla hopdurulmuş əskilərlə silinir. Hər qatarın təmizlənməsinə 6-10 nəfər işçi personalı ayrılır. Vaqonların salonları, qapıları, oturacaqlar, xüsusilə əl tutacaqlarının təmizliyinə diqqət edilir. Metro aktiv istifadə olunan ictimai nəqliyyat vasitəsi hesab edildiyinə görə vaqonlarda unudulub qalan və ya itən əşyalar da çox olur. Belə əşyalara isə təmizlik zamanı rast gəlinir. Telefonlar tapırıq, uşaqlar üçün ruçkalar tapırıq, dəftərlər tapırıq, sənədlər tapırıq, kiminsə vəsiqəsi düşür. Növbətçiyə təhvil verilir, növbətçi də polislərə təhvil verir. Təmizlik və nəzarət işləri yalnız xəttdə olan qatarlarda deyil, həm də mütəmadi olaraq metro stansiyalarda aparılır. Bütün bu tədbirlər isə sərnişinlərin təhlükəsizliyinə və sağlamlığına hesablanıb. Aydan Əliyeva, Emin Tağıyev, Çinarə Vaqif, Telesəhər.